Belə rəvayət edirlər ki, bir gün Xızır Peyğəmbərlə bir yol yoldaşı yola çıxırlar. Bunların yolda yemək üçün 3 çörəyi olur. Bunlar gəlib yolda əyləşib çörəyin birini birlikdə yeyirlər. Sonra yollarına davam edirlər. Bir xeyli yol gedirlər. Yenə bir ağacın kölgəsində dayanırlar ki, dincəlib yeməklərini yesinlər. Süfrə açıb qalan 2 çörəyi Xızır Peyğəmbər qoyur süfrəyə və özü kuca ilə su gətirmək üçün axan çaya enir. Və çaydan kucanı doldurub gəldikdə görür ki, çörəyin biri yoxdur. Yol yoldaşından soruşur ki, bəs bu çörəyin biri hanı, kim yedi bunu? Yol yoldaşı andaman eləyir ki, mənim xəbərim yoxdur, mən yeməmişim. Nəsə bunlar yenə yeməyin yeyirlər və yola düzəlirlər. Bir xeyli getdikdən sonra bunların qarşısına bir kör kişi çıxır. Xızır Peyğəmbər əlin bu kör kişinin gözlərinə qoyaraq Allaha yalvarır ki, onun gözləri açılsın. Və həmin kör kişinin gözləri açılır. Və bunlar yollarına davam edirlər. Xızır Peyğəmbər yenə yol yoldaşından soruşur ki, səni and verirəm bu Allahın möcüzəsinə, gözünlə gördüyüm möcüzəsinə, o çörəyi kim yedi? Yenə bu andaman edir ki, mən yeməmişəm, mənim xəbərim yoxdur. Nəsə bunlar yenə yollarına davam edirlər. Gəlib bir qumluq səhraya çıxdıqda Xızır Peyğəmbər əl atıb yerdən bir ovuc qum götürür. Və qum götürür, yenə dua edib Allahına yalvarır. Həmin ovucundakı qumlar qızıla çevrilir. Qızıla çevrilir. Bu qızılları Peyğəmbər 3 bərabər hissəyə bölür və yol yoldaşına deyir ki, bu qızılın bir hissəsi mənim, bir hissəsi sənin, bir hissəsi də o çörəyi yeyən adama çatacaq. Bunu eşidən yol yoldaşının gözləri parıldamağa başlayır sevinməyə. Deyir ki, o çörəyi mən yemişdim. Bunu eşidən Xızır Peyğəmbər ikrah hissi ilə yol yoldaşına baxır və deyir. Deyir, mən 2 dəfə sənə o çörəyin kim yediyini boyun almadı, soruşdum. Sənə and verdim ki, Allahın göstərdiyi möcüzələrə görə de görüm o çörəyi kim yemişdi. Sən boyun almadın. Amma indi bir qızıla görə etiraf elədin ki, o çörəyi mən yemişəm. Ona görə bu qızılların hamısı sənin olsun. Sənin kimi acgöz insanla yol yoldaşı olmaq olmaz. Və Xızır Peyğəmbər həmin insanı orada qoyub, özü tək yoluna davam edir. Ona görə acgözlük insanın həmişə gözün kör edir. Həyata baxışını dəyişdirir. Yəni, həyatdakı hadisələri düzgün qiymətləndirməyə imkan verməz. Ona görə gəlin Allaha dua edək ki, Allah Teala bizi acgöz insanlardan etməsin. Diqqətinizə görə çox sağ olun.